Bugün 26 may, həftənin birinci günü. Həftəyə çox gözəl xəbərlərlə başladıq. Toplam 5 müsbət, bir mənfi cavabımız var. 6 transfer eləmişdik. Biri alınmadı, 5-i alındı. Əlimizdə də cavablar. Özəllikləri nədir? Bir xəstəmizdə ikinci dəfə yoxlamışıq. Birincidən tutmayıbdı, ikincidən tutubdu. Bunlar da demək lazımdır. Uğurlu demədiyimiz kimi uğursuzluğu da demək lazımdır. İkincidən tutubdu, xeyirli olsun, məlumatını verdik. Gənc xəstə idi. Bu xəstəmiz Türkiyədən gəldi, 38 yaşındadır. Birinci dənəməmizdir. Hamiləlik əldə eləmişik. 40 yaşında pasiyentimiz var. Bugünə qədər zobdan əziyyət çəkilmiş. Biz onu tapdıq, onu müalicə elədik. Sonra süni mayalanmasını elədik. Hamilədir. Burada isə insülin dirəncindən əziyyət çəkən 35 yaşında bir qadın var. O da ilk dənəməsindən müsbət cavabını aldıq. Çox soruşursunuz, müalicənin hamiləliyi olurmu? Olur. Müalicənin hamilə eləmişik. Heç süni mayalanma işlama deyil. Bir dənə də mənfi cavabımız var. O da üzülməsin. Məlumatını vermişik. İnşallah bunlardan biri də gələn dəfələrdə o olar. Allah hamının arzusuna çatdırsın. Bütün gözləyənləri arzusuna çatdırsın. Çünki böyük bir ümidlə gəlirsiniz. Biz də bunun fərqindəyik. İnşallah hamınız əli dolu buradan gedərsiniz. Hamınız körpənizi qucağınıza alarsınız.